Xoşqədəm xanımın valideynləri. Salamlayıram sizi. Necəsiniz? Sağ ol, yaxşıyıq. Hidayət dayı, siz necəsiniz? Çok şükür, yaxşıyıq. Yaxşı olun. Bax, keçən səfər Xoşqədəm xanımın doğum günündə Hidayət dayı Xoşqədəm xanımı təbrik edəndə dedi mənim üçün əvəzsiz övladdır. Amma anasının çıxışını vaxt zaman olmadığı üçün görə bilmədiyimiz üçün istəyərdim bax burada öz fikirlərini alaq. Xoşqədəm xanım sizin üçün necə bir övladdır? Çox gözəl, çox yaxşı, çox onun o yaxşılığı, onun o gözəlliyi elə bilirəm ki, mən dövlətimizə bir şey vermişəm. O xalqının uşağına, özünə bir kömək dəyirsə, mən ondan fəxr eləyirəm. Qaldı da Bu gəlib gizlincə mənim anamdan, atamdan. Danışma buna. Bu səni trend eləyəcək. Bax orada qeyd edirsiniz ki, mənim üçün mən dövlətə bir elə bir övlad bəxş eləmişəm ki, hər kəsə yardım göstərir, dəstək olur. Bu mərhəməti, bu sevgini Xoşqədəm xanım hardan alıb, necə alıb? Bax o da maraqlıdır. o məndən alıb o sevgini. Mən xalqımız çox sevirəm. Millətimiz çox sevirəm. Atası da gözəl insandır. Atası da yaxşı insandır, savadlı. Bizim ailə hamı savadlıdır. Xoşqədəm özü elə bir dənə də verilişdə deyir ki, nə qədər romanlar var, kitablar var, mamam onu oxuyub. Amma məktəb qurtarmayıb, düz deyir. Mən o qədər həvəsim var idi oxumağa. Amma yaşım çatmadı, getdim 16 yaşım. Hə. Amma onu deyirəm ki, Xoşqədəm ona görə o biri evlatlarımdan da heç birindən incikliyim yoxdur. Elə bilginən ki, hamısı mənim üçün 3 yaşında, 4 yaşında bir evladdır. Nə desəm o mənim sözüm qanundur mənim uşaqlarıma. Ona görə mən uşaqlarımdan çox razıyam. Allahımdan da çox razıyam ki, mənə elə evlad verib. O bu cür evlatlar verib mənə. Mən Xoşqədəm... O bir evladlarınız da, yəni hansısa bir belə deyək də peşənin sahibidirlərmi? Hə, oxuyublar. Az oxumayan var da, o da belə orta məktəb. Xoşqədəm xanım hər zaman dilə gətirir ki, biz evdə, yəni papamız bizi əziyyətə öyrədib, çalışmağa öyrədib, anamız, atamız. Maraqlıdır, bax, bugün də dilə gətirir ki, nə yaxşı ki, belə bir çətinliklər, yəni belə deyək də çətinlikləri bizə qarşı-qarşıya qoyub ki, bugün biz Xoşqədəm xanım olmuşuq və digərlərimiz də. Necə olur ki, məsələn, bax, övladlarınıza belə zamanında uşaq ikən bu cür əziyyətlərə qapanmağa sövq etmişsiniz? Bax, bu atasıdır, yanımda oturub. Yanımda oturub. Bax, o atanın, o uşaqların birindən tərbiyə adında zaddan xəbər olmayıb. O uşağın tərbiyəsini hamı mən vermişəm. Bu ata bir uşağa bax, belə əl qaldırmayıb. Amma mən döymüşəm hamısını. Uşaqları elə danışmışam, elə eləmişəm ki, atasının səsi gələndə bilməyiblər hara girsinlər. Mən qorxuzmuşam. Amma ata onlara bax, belə çıxdıqda vurmuyor. Nə gözəl. Nə istəyir alıbdı, gətiribdi, sevibdi balaların. And olsun Allaha, məsəl üçün, böyün bir qız bana qonaq gəlibsə, buna bir heyvan kəsibsə, bir neçə saatdan sonra o birisi gəlir. Nə gözəl. Bu dəfədən bunu kəsib. Deyirəm, əşk kəsilib, dayı evdə bir ət var, xaladenlikdə olub. Deyir, yox, o balam məndən inciyər ki, o qıza heyvan kəsdi, bana kəsmədi. Xoşqədəm bir dalağı istəyib onun üstə. Deyir, papa, bircə dalaq olsa yiyərəm. Bir heyvanı kəsib, deyib, dalaqdan ötürünə, bircə dalaqdan. Nə gözəl. Atalarına çox yaxşı olublar. Ataları ondan arar çox yaxşı olub, çox böyüdübdür. Məni bağışlayın, üzr istəyirəm hamınızdan. O qızlar olanda, oğlanları demirəm. Hər qız olanda bir erkək kəsir. Hər qız olanda bir erkək qurban kəsir. Bax bu. Allah ömür versin. İndi Allah sizin də atanızı, ananızı sağ eləsin, qardaşınızı, bacınızı, nə bilim hamınızı da ailəni. Mən Hidayət dayını bilirsiniz niyə çox istəyirəm? Mənim rəhmətli atama oxşayır, ömrü yaşı Hidayət dayı üçün qalsın. Mən onu çox sevirəm. Yəni onun simasına baxanda sanki elə biləm atamla izi əyləşmişəm. Can, Allah sizə ömür versin. Bilirəm canınızda biraz nəsə narazılıqlar var. Allah ömür versin. Allah can sağlığı versin. Öpürəm sizi. Çox sağ ol. Kız olur, oğlan olaydı. Evvela bunun hər ikisini veren Allah'tır. İkisi də zürriyyətdir. Evlatdır. Ata-ana üçün qız, oğul heç bir fərqi yoxdur. Bəli. İkisi də eynidir. Amma qız uşağının urzasını Allah verir. Bəli. Orada ata-ana üçün heç bir çətinlik yoxdur. Bütün o işlərin hamısını Allah özü
kaybından yola sarır. Bir gün birinin oğlu yokmuş, kızı varmış. Səfərə çıxır, səfərə çıxanda yoldaşına deyir gedirəm. Əgər oğlum olsa daldan bana bir şad xəbər göndərərsən. Yolu getdiyi yerdə bilmirəm, indi o İsa Peyğəmbərdir. Bunun arxası ilə Peyğəmbər yer görür, bu kişi çox belə şad şalayan gedir yolu. Bunun arxasıcan xeylək gedir. Gelib bir neçə 5 kilometr gedəndən sonra bu kişidə bir belə nətər deyərlər, Bekaf ol. bir durğunluq əmələ gəldi. O bayaqki əhval-ruhiyyədə deyil. İndi bunda başqa bir əhval-ruhiyyə yarandı. Gəlib bunun yanına görüb durub çox fikirli deyir. Salam aleyküm, aleykümselam. Deyir, qardaş səndən bir söz soruşmaq olarmı? Deyir, niyə olmur? Deyir, sən biraz bundan əvvəl çox gözəl əhval-ruhiyyə ilə gəldin. Sana nə oldu? Yıxılmadın, eləmədin. Ağrıyırsan, ağrıyan yerin zadın olur kömək. Deyir, yox. Bu bilmir ki, bu İsa Peyğəmbərdir. Deyir, bitti, görüm dərdini. Deyir ki, mən gələndə yoldaşım hamileydi, boyluydu. Mənim də oğlum yoxdu, qızlarım vardı. Yoldaşıma tapşırdım ki, əgər oğlum olarsa, arxadan bana xəbər göndərərsən. Xəbər bana gəldi, çatdı ki, belə. Oğul yox, qız olub. Ona görə mən beşatladım, əhval-ruhiyyəm dəyişdi. Peyğəmbər namazını qılır, gönül çövürür ilahinin dərgahına deyir, Fərlah deyir. Bax, bu insan bu formu özün agahdır məndən qabaq. Deyir ki, hansı evdə bir qız evladı o evdə dünyaya gəlirsə mən oradayam. Bütün onun nəyi varsa mən çəkirəm o bütün ağırlıqları. O xoşbaxt adamdır ki, onun evində qız evladı olub. Aha, bu günlərim siz özünüz də hər zaman dilə gətirirsiniz ki. Mən də elə mənim bu qulağımda sırqadır. Qız uşağının deyirlər ki, qaraleçəkdir. Qaraleçəyin ruzasını Allah verər, ondan sonrasına toxunmaq olmaz. Bunlar həm mənim qəlbimdədir, bilirəm, ona görə də qızları çox istəyirəm. Aha, Allah ömür versin sizə hər zaman. Bax, hələ Xoşqədəm xanımın başınızın üstündə olasınız, hər ikiniz də. Ona görə də Allaha da xoş getsin deyəm, mən hər qız olanda bir qurban kəsmişəm. Bax, səbəbi budur. Əla. Allaha xoş getsin.